Başlayaq. Birinin yazılışı səhvdir. Kinematoqraf düzdür. Silindir düzdür. Repetitor deyil, repetitor. İngilis dilində repeat yazılır. Elə yadda saxlayın ki, e'dir burada. Repetitor, yəni C səhvdir. Peçenye düzdür. Piçenye deyil. Rayihə, layihə düzdür. Yığıdır, hıyı deyil. Cavab olur C. 2-də nümunədə işlənməmişdir. Həsrət bir an mənə nəsə təsirli halda olan isim. Baxaq görək, təsirli halda olan isim. Həsrət bir an məni tərk eləmədi. Yaz mehi saçıma zəri eləmədi. Zəri. Nəyi? Zəri. Təsirli haldadır, qeyri-mənfi təsirlikdə. Zərfi əvəz eləmiş əvəzlik. Belə. Belə görməyəydim. Var. Düzəltmə feil. Eləmədi. Eləmək. Əllə əliyirsən deyənə burada əl eksikdir. Ona görə düzəltmə feildir. Mürəkkəb zərf. Mürəkkəb zərf. Bir an. Nə zaman? Bir an. Var burada. Deməli nə qalır? Müəyyən yəli halda olan isim. Yaz mehi, yazın mehi. Qeyri-müəyyən yəli var. Müəyyən yəli yoxdur. Məninin altını xətləməyək. Məni müəyyən təsirli halda olan əvəzlikdir. Nəsə nöqtə qoydum. Bilmirəm, əlim dəydi yoxsa yox. Məni müəyyən təsirli halda olan əvəzlikdir. Gəldik 3-ə. Uyğunsuzluğu müəyyən edin. El üçün ağlayan iki gözdən olar. Ümumi şəxs cümlə yazdım. Elə bu səhvdir də. İki gözdən olar. Elə bir ki... Eyb yox. Gözdən olar. Kim? El üçün ağlayan. Bunun mübtədası var. Müəyyən şəxsdir. Bu yazıb ümumi şəxsdir. Yanlışdır. Qabağına doğru yazılması yanlışdır. Elə ad səhvdir. Xəbəri eşidən nənəmin dişi bağırsağını kəsirdi. Müəyyən şəxsdir. Səhvdir. Türkü məsələ nənəmin dişi yəlik mənsubiyet 3-cü növ təni söz birləşməsidir. Dişi bağırsağını kəsmək frazoloji birləşmədir. Hamısı bir yerdə xəbərdir. Yəni dişi bağırsağını kəsirdi. Nə dişi, nənəmin dişi deyə bilmərsən. Yəni şəxssizdir, müəyyən deyil, yanlışdır. Yanlışın yanlış yazılması düzdür. Həmin gün son beşiyinin ad günüydü. Son beşiyinin ad günü idi, hamısı xəbər. Nə zaman? Həmin gün. Şəxssiz cümlədir. Doğrudur, doğrunun doğru yazılması doğrudur. Sonuna elə bir ofsunlamışdılar. Kim? Onlar. Qeyri-müəyyən şəxsdir. Doğrudur, doğrunun doğru yazılması doğrudur. Bu xəstəlikdən qorunmaq üçün gərək gigiyena qaydalarına ciddi riayət eləyəsən. Buna hamiyə deyir ki, abala, riayət elə. Ümumi şəxslidir, müəyyən yazıb. Yanlışdır, yanlışın yanlış yazılması doğrudur. Cavab olur A. 4. Birinci cümlənin məqsəd intonasiyasına görə iki fərqli nümunədə düşünmək olar. Belə bir şey var idi, əmr şəklində düşünə bilərsən xəbəri deyə. Görürsünüz, hamısının sonunda nöqtə var. Deməli, mən həm əmr cümləsi, həm nəqli cümlə kimi düşünə bilərəm. Bunu nəzərdə tutur. Sən bu ömrü boş-boşuna yaşadın. Nə etdin? Yaşadın. Bunu ancaq nəqli cümlə kimi düşünə bilərəm. Qayığı suda yavaş-yavaş batırdı. Nə edirdi? Batırdı. İndiki zaman xəbər şəkli nəqli cümlə. Qayığı suda yavaş-yavaş batırdı. Nə etdi? Şühudi keçmiş zaman. Şühudi keçmiş zaman. Xəbər şəkli nəqli cümlə. Bunun səsi birazdan çıxar. Qeyri-qəti gələcək zaman xəbər şəkli nəqli cümlə. Babamın sözü hər yerdə keçirdi. Nə edirdi? Keçirdi. Nəqli cümlə. Bir gündə artıq işlədin. Mən bunu deyə bilərəm. Bir gündə artıq işlədin. Nə etdin? Şühudi keçmiş zaman olur. Xəbər şəkli olur deyənə. Olur nəqli cümlə. Bir də deyirəm, bir gündə artıq işlədin. Qoy işləsin yəni. Əmr edirəm. Nə edin? İşlə, işlət in. Yalnızca şəxs sonluğu var deyənə. Olur əmr şəkli. Olur əmr cümləsi. Cavab olur Y. Dövlət İmtahan Mərkəzinin 20 sınaq kitabında da bununla bağlı var. 5. Verilmiş cümlədə üzərində hansı rəqəm yazılmış sözün deyilişi və yazılışı arasında daha çox fərq var? Haqqı hər zaman müdafiə. Bir dənə Y artırım. Anlayan. Deformasiya uğrayır söz. Anlayan olur anlayan. L-niyə çevrildi? A-ıya çevrildi. 2 fərq.
vicdanına, bir dənə zırrıya çevrildi, bir dənə verməkdən, bir dənə işə çevrildi. Və salam. Cavab olur 3, yəni C bəndi. Həmzə sözlərdə ixtisar oluna bilməz deyir. Bilməz. Şəkil şəkilçiləri heç vaxt ixtisar oluna bilməz. Söz misalı xəbər şəklindədirsə fiilləri. Mən indiki zaman şəkilçilərini sildim. Yalnız şəxs sonluğu. Onda olur əmr şəkli. Belə şey olur. Mən yazır, oxuyur, diqqətlə televizora baxıram. Mən yaz, oxu, diqqətlə televizora baxıram. Olmur. Şəxs sonluqdur, hal şəkilsidir, mənsubiyyətdir, idimiş isədir. Buna rahat bir şəkildə ixtisar oluna bilər. Amma şəkil şəkilçiləri yox. Xəbərim aşağıdakı hansı sözlə ifadə olunan cümlə müəyyən şəxs cümlə yaradır? Əməl edilir, şəxssiz fiildir. Diqqət yetiriləcək, şəxssizdir. Toyudur, bu 100% mənsubiyyətdir. İlla ki, özündən əvvəl yəli istəyəcək, bir yerdə götürəcək, şəxssiz cümlə olacaq. Ağlı başına gəlməkdə frazoloji birləşmədir. Nə qalır? B. Əhatə olundu. Məsələn, hər tərəf ağaclarla əhatə olundu. Əhatə olundu nə? Hər tərəf. Mübtəda olur. Çünki mübtədası olur. Yəni, adici bir cümlə qursanız tapa bilərsiniz. Mübtədası varsa müəyyən şəxs olur yəni. B bəndi. Həm sadə, həm də düzəltmə zərfin işləndiyi cümlələri müəyyən edin. 8-dən. Birdə bir dənə möhkəm var. İkidə inişil, nə zaman, bura, başqa qoqqu. 3-də hələlik ədəbi aləmdə onu az tanıyırlar. Hələlik, az. Gözlərini, köynəyini qolu ilə silərək cəld ayağa qalxdı, cəld. Türkcə səlis danışan, türkcə səlis. Baxaq. İndi, məsəl üçün, bir dənə zərfim varsa, atım da bunu. 1-i 4-ü at. 2-də inişil də sadədir. Burada sadədir. Cavab qaldı 3-5. Hələlikdə lik leksikdir, düzəltmədir, az sadədir. 5-də türkcədə cə leksikdir, düzəltmədir, səlis sadədir. B bəndi. Əsas tərəfi kök, leksik, qrammatik sxeminə uyğun olan birləşmə. Əsas tərəf, hansı tərəfdir? İkinci tərəf. Düşmənləri qorxudan da, neydən də? Sözün kökü qorx. Uşaqlar, burada qorxu, qorxut deyil. Uç bir yerdədir. Biz demişdik ki, ı-dan sonra maq artıra bilirəmsə, o zaman parçalanacaq. Artıra bilmirəmsə, parçalanmayacaq. Məsələn, qorxumaq yoxdur. Ut bütövdür, anda. Ödəmədir. Uşağın qısqanclığı, qısqanmaq, qısqanc, qısqanclıq, ı. 2 leksik, 1 qrammatik. 2-ni götürürəm. Dünyada tanıtdırmaq, tanımaq, t leksik, dır leksik, maq qrammatik. 3-ü də götürürəm, c-ni götürürəm. Uyğunsuzluq, uyğun, suz, leksik, luq leksik, u qrammatik. 4-ü niyə götürmürəm? Uyğunsuzluğun kökü uyumaqdır. Mənə uyur. Uyğun, uyğunsuz, uyğunsuzluq, uyğunsuzluğu. Yarışdıran. Yarış, yarışdır, leksik, an qrammatik. Burada da 1 leksik, 1 qrammatik. Cavab olur 2. Keçdik o birisi tərəfə. Cümlələrdən biri mübtəda xəbər sxeminə uyğun deyil. Buralar əvvəlki kimi deyil. Əvvəlki kimi qoşmadı deyən ikisi bir yerdə götürülməlidir. Deyili də təkləyə bilmərəm. Bu uyğun gəlir. Sən də mi dostu dar gündə qoyub qaçanlardansan? Dostu dar gündə qoyub qaçanlardansan. Kim? Sən. Burada qaçan fe'l sifət tərkibi yaradır deyənə, hamısı bir yerdə xəbər olur. Kimsən? D də bağlayıcıdır, mi də şeydir. Yəni səhv qoydu. Məsələn, bir dənə sənin altını xəttləməliydim, uzun getdi. D-də də mübtəda xəbərdir. Bugünkü gəlir çıxarı hesablamaq mənim öhdəmdə idi. Mənim öhdəmdə idi nə? Bugünkü gəlir çıxarları hesablamaq. Məsələ tərkibi mübtədadır. 3-cü növ xəbər.
Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. İnsanın tanıması. Hamısı xəbər. Nə? Həyatın ən gözəl cəhəti. Verəcəkdir. Planlaşdırdığı işlərin çoxu təxirə salındı. Təxirə salındı nə? İşlərin çoxu. Hansı işlərin çoxu? Planlaşdırdığı təyin. Cavab olur Y. Səhv deyir, ancaq mübtəda xəbər olmasın. O da təyin olduğuna görə cavab olur E bəndi. 11. Zərfin zərflik. Belə bir sual 9 buraxılışına düşmüşdü. Bir zərflik var, 2 zərflik var. Zaten belə bir sual idi. Baxaq. Xəbəri alan kimi yuxarını hazırlamağa başladıq. Hazırlamağa başladıq ki, biz nə zaman? Xəbəri alan kimi. Haranı hazırlamağa başladıq yuxarını, haranı tamamlığın sonra. İndi baxaq. Deyir, zərfin zərflik rolunda çıxış etdiyi. Zərfim yuxarıdır, amma o tamamlıqdır. Birə getməyəcək. Təyinin deyir, cümləmdə təyin yoxdur. Tərkibində suala cavab vermədən cümlə üzvü olan sözün işləndiyi cümlədir, heç bir. Yəni, A-nı mən heç yerə yazanmaram. A getdi, D getdi. Dil boğaza qoymayan uşaq nəhayət sustu. Sustu kim? Uşaq. Hansı uşaq? Dil boğaza qoymayan uşaq. Təyinin söz birləşməsini ifadə olunduğu cümlə. Çünki təyinin frazoloji birləşmədir. B-ni yazıram 2-yə. Sonra, buralar indi cənnətə çevrilib. Çevrilib nə? Hara? Buralar. Nəyə çevrilib? Cənnətə. Nə zaman? İndi. İndi zərfdir, həm də nədir? Zərflikdir. C-ni yazacağım 1-ə. Yazdım. Deməli. Təmir etdiyiniz binaları niyə təhvil vermirsiniz? Təhvil vermirsiniz kim? Siz. Nə səbəbə? Niyə? Nəyi? Binaları. Hansı binaları təmir etdiyiniz? Mən D-ni yaza bilmərəm 2-yə. Tərkibində suala cavab vermədən cümlə üzvü olan söz var. Niyə? Zaten sual sözüdür deyə suala cavab vermədən suala cavab verir. Ona görə D-ni yazacağım 3-ə. CBD variantım yoxdur. Hamısı bizim seçdiyimiz suallardır. Suallardır nə hamısı? Hansı suallardır bizim seçdiyimiz? Bizim seçdiyimiz də söz birləşməsidir. 1C, 2BY, 3-dür. Cavab çıxır o zaman C bəndi. Bəs niyə B-ni götürmürlər? Dili boğaza qoymayan uşaq, nəhayət sustu. Sustu kim? Uşaq. Hansı uşaq? Dil boğaza qoymayan. Frazoloji birləşmə söz birləşməsi deyilmi? Söz birləşməsidir. Təyinin söz birləşməsinin ifadə olunduğu. Uşaqlar, nəticələr deyən görək odumu, o deyilmi? Yox, sınağın nəticələri çıxıb, qorxmayın. Elə bildim, buraxılışın nəticələri çıxıb. Yazıb ki, imtahan nəticələri haqqında məlumatlar nəticələri öyrənə bilər. Mən də elə bildim şeydir, abituriyent sabah çıxacaq da. Bugün demişdilər ki, ancaq blokun sınağı olmuş deyə ayın 16-sı martın. Onun cavabı çıxacaq. Eybi yox, biraz qalansın. Neyim, riski mesaj gəldi, mən özüm də şey edim. Yaxşı ki, girdim, baxdım. Yoxsa hay-küy salacaqdım. Sınaq imtahan nəticələri elan oldu. Sabah çıxacaq cavabınız. Bugün ancaq şeyi çıxartacaqlar. Blokun sınağı olmuş deyə 16 mart onu. 2 həftəyə çıxır da cavablar. O da bayram zat düşdü deyənə belə. Hə, heç nə. Cavab olur burada C bəndi. Amma ki, o niyə türkü məsələ frazoloji birləşməsi, söz birləşməsi götürmür bilmirəm, amma sual səhvdir. Çünki 1C, 2BY, 3D olmalı. Yəni B konkret, yəni dil boğaza qoymayan uşağı necə mən təyin götürməyim və yaxud da necə onun söz birləşməsi götürməyim. Demirəm, fe'l sifət tərkibi. Deyirəm ki, yəni frazoloji birləşmədir. Yəni o baxımdan. Yazardı sərbəst söz birləşməsi, biz B-ni götürməzdik, tamam. Çünki sərbəst deyil, sabitdir. Düzgün cavab olur C, nəysə. Keçdik 12. Hansı cümləni tərkibində həm söz birləşməsi olan, həm də söz birləşməsi olmayan cümlə kimi düşünmək olar? Bu da yaxşı sualdır, düşə bilər. Dərsdən sonra uşaq evinə gedirdi. A, bunu düşünmək olar, bax. Deyə bilərəm ki,
Dərsdən sonra uşaq evinə gedirdi. Gedirdi kim uşaq? Haraya? Evinə. Nə zaman? Dərsdən sonra. Bax, məsələn, burada uşaq mübtəda oldu, evinə zərfli oldu. İndi gəl, bunu bir dənə də fərqli cür götürək. Gedirdi kim? O. Nə zaman? Dərsdən sonra. Haraya? Uşaq evinə. Sən uşaq evinə ikisi bir yerdə. İkinci növ təyin söz birləşməsi də götürə bilərsən. Götürməyə də bilərsən. Ona görə elə ad. Yağlanardı. Bu söz çox yaxşı sözdür. Deməli. Neçənci sual? 13. Deməli, yağlanırdı sözünü uşaqlar. Saçım yağlanırdı desəm, gəliniz bunu təhlil edib sonra variant. Sözün kökü yağ, yağlamaq, yağlanmaq, ardı. Məsələn, qutabı yağlamaq olur. Qutabı yağlamaq olur. Yağlamaqdan yağlanmaq olur məhsulnu. Amma desəm saçım yağlanardı. O zaman lanı parçalamayacağam. Çünki saçımı kimsə yağlamır əlinə bir dənə də fırça alıb. Lan bütöv olur deyənə məlum olur. Yəni sən bu fiili həm məlum, həm də məhsul düşünə bilərsən. İndi bunu biraz tıqqılılaşdıraq. Ekran zaten görürsünüz. Buradan bir dənə ağ lövhə açaq özüm üçün. Lövhə açmayaq, yazaq kənardan. Ay sənin düzbucaq olmuş, nə deyim sənə. Söymürük. Kontentimizə dəymirik. Ay bala, adam kimi dur. Baxıram. Yağlanardı. Dedik ki, biz bunu iki cür düşünə bilərik. Dığını da buradan yazaq, heç də olmaz. Yağ kök, la ayrı, nı ayrı, ardı. Bir də yağlanardı. Məlum növ kimi düşünün. Saç yağlanardı. Yağlanardı. Yağ kök, lan leksik, ardı. Deyir ki, yanlışı seç. Həm isimdən, həm də feildən düzələr. Düzələn deyəndə nə edirdim? Axırıncı leksiki bağlıydım. Feildən düzəldi. Yağlana et. Yağ nə? İsimdən düzəldi. A düz. Yəni, iki cür düşünə bilər. Xəbər şəklində olan feildir. İstənilən halda qeyri-qəti gələcəyi var deyə xəbərdir. B də düzdür. Feilin iki fərqli qrammatik məna növüdür, düzdür. Məhsul məlum. Gələcək zamandadır, düzdür. Qeyri-qəti gələcək zamandadır. Həm bir, həm də iki qrammatik şəkilçisi olan söz kimi düşünə bilər. Amma bu səhvdir. Həm bir, həm də iki leksik şəkilçisi olan söz kimi düşünülə bilər. Ona görə cavab olur Y. Sonra bunu başa düşdünüz ümid edirəm. Keçdik 14-ə. Uzlaşma əlaqəsi aslı tərəfin əsas tərəflə şəxsi və cəmiyyətə görə uyğunlaşmasıdır. Burada bir problem yoxdur, düzdür də. Şəxsi cəmiyyətə görə uzlaşma deyirik. Uzlaşma əlaqəsində mübtəda əsas tərəfdə həmişə. Mübtəda xəbər arasında uzlaşmanın göstəricisi şəxs sonluğudur, düzdür. Amma ikinci, üçüncü növdə mənsubiyyət şəkilçisidir. İnsanların çoxu artıq piylənmədən əziyyət çəkir. Cəmiyyətə görə uzlaşma əlaqəsi gözlənilib, düzdür. İnsanların çoxu təkdədir, çəkir təkdədir. Yəni əziyyət çəkir də. Bu atılar ilxının gözü idi. Cümləsində mübtəda xəbər arasında uzlaşma əlaqəsi yoxdur. Niyə ki? İlxının gözü idi nə? Atılar. Mübtəda xəbər arasında niyə uzlaşma olmasın ki? İyi səhvdir. 15. Sadə və mürəkkəb olur xitab. Düzdür. Söz birləşməsinə ifadə olunursa mürəkkəb xitab olur. Sözlə ifadə olunursa sadə xitab olur. Yəni bir doğrudur. Doğrunun doğru yazılması. Doğrunun doğru nə idi? Xitaba yazılması doğrudur. Ki həm ismi, həm də feili birləşmə ilə ifadə oluna bilər. Bəli. Dərsə gecikənlər, bura gəlin. Feil sifət tərkibidir. Feili birləşmədir. İsmi birləşmədə isə məsələn ikinci növ, üçüncü növlər belə ola bilər. Məsəl üçün sinifimizin gözəlləri. Burada olur üçüncü növ. İsmi birləşmə xitab olur. Məna qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı deyil.
Məna cəhətdən bağlıdır, axı qrammatik cəhətdən cümlə üzvlərinə bağlı deyil. Ona görə 3 səhvdir. Getdik ara sözlərə. Söz birləşməsi cümlə şəklində ola bilir, düzdür. Ara sözdə yazmışam, konspektdə var. Xüsusi intonasiya ilə cümlə üzvlərindən fərqləndirilir, düzdür. Cümlədəki yer deyir sabitdir, xeyr, sərbəst. Ürəyi istəyər cümlənin əvvəlində gələr. Ürəyi istəyər cümlənin ortasında gələr. Ürəyi istəyər cümlənin sonunda gələr. Onun üçün problem yoxdur. Hər yerdə qapı açıqdır ona. D bənd. On altı. Cümlə üzvləri ilə bağlı yanlış fikirlərdir. Mübtəda isim yaxud isimləşmiş sözlə ifadə olunan üzvü izah edən cümlə üzvüdür. Mübtəda isimlə yaxud isimləşmiş sözlə ifadə olunan cümlə üzvüdür. Həmin üzvü izah edən cümlə üzvü deyil. İfadə olunan cümlə üzvüdür. Onu izah edən cümlə üzvü təyindir, təyin. Yəni, elə A-da səhvlik odur. Belə deyil, iki fərqli cümlə üzvü eyni suala cavab verə bilər. Yazda gəlsə, keçən dəfə dedik, tamamlıqla məqsəd zərfliyi və səbəb zərfliyinin üçünün də ortaq nə üçün sualı var? Xəbər haqqında danışılan hərəkət və əlamətini bildirir. Bəli, haqqında danışılan haqqında hərəkət və ya hökmü bildirir. Tərkibində təsirli halda tamamlıq olan cümlə ismi xəbərli ola bilməz. Bəli, təsirli hal tamamlıqdırsa, o 100% təsirli feillə əlaqəyə girməlidir. Ona görə feili xəbərlidir. Bütün cümlə üzvlərinin içində suala cavab vermədən cümlə üzvü ola bilən sözlər vardır. Bəli, suala cavab vermədən cümlə üzvü ola bilən cümlə üzvü nə deməkdir? Yəni, sual əvəzliyi ya da predikativlər. Sual əvəzliyi də bütün əsas nitq hissələrinin sualları olduğu üçün istənilən cümlə üzvü vəzifəsini çıxış edə bilər. Doğru cavab olur A bəndi. Keçdik bu tərəfə. Onda bizdə onlarla. Həm sadə, həm də düzəltmə söz kimi düşünülə bilər deyir. Bizdə sözü üçün bu ortaq sayıla bilməz. Çünki istənilən halda bizdə sözü sadə düşünülür. Amma onlarla və onda sözünə aid ola bilər. Onda nə zaman olanda da leksik olur, kimdə olanda da qrammatik olur. Onlarla nə qədər say olanda larla leksik olur, kimlərlə olanda lər qrammatik olur. Lər də qoşma zad olur. Həm leksik şəkilli, həm də tərkibində köməkçilik hissəsi olan söz düşünmək olar. Bunu onlarlaya aid edə bilərik, yəni lanı qoşma kimi düşünsək. Amma ki, o birisilərdə köməkçilik hissəsi kimi düşünə bilmərsən. Zədə deyil, iki fərqli cümlə üzvü onda çıxış edə bilər. Düzdür. Sən onda kimdə desən olacaq tamamlıq, onda sən hələ balaca idin. Nə zaman onda olacaq zərflik? Bizdə bu kitabdan var. Kimdə? Bizdə. Deyirəm, bu gecə bizdə qalarsan. Harada? Bizdə. Olur zərflik. Onlarla adam bu işdən xəbərsizdir. Nə qədər adam olur təyin? Deyirəm, onlarla adam baş çıxara bilmir. Kimlərlə? Onlarla olur tamamlıq. Yəni, iki fərqli cümlə üzvü vəzifəsinə çıxış edə bilər. Həm şəxs əvəzliyi, həm say bu bir dənə onlarla aiddir. Həm zərf, həm də əvəzlik bu da ondaya aiddir. Yəni, ortaq deyil. 18. Tərkibində həm ismi birləşmə, həm də fiili birləşmə işlənmiş cümlələri müəyyən edin. 18-də ölən köhnə şəhidlər. 18-də ölən feil sifət tərkibidir. Köhnə şəhidlər birinci növdür. Biri 1. Birinci dəqiqə uşaqlar. Nəğmə tək səslənmiş dodaqlarında Xəzərin əsirlik pıçıltıları. Nəğmə tək səslənmişdir dodaqlarında. Burada miş feil sifət şəkilçisi deyil uşaqlar. Ona görə onu götürməyəcəm. 2 getdi. Var ismi birləşmə, Xəzərin əsirlik pıçıltıları, amma fiili birləşmə yoxdur. Yəni də söz sırası pozulub, burada miş nəqlik etmişdir. Sən getdin yığışıb köçəndə bahar, gecələr uzanıb həsrətin kimi. Burada ismi birləşmə yoxdur. Şəhərlər car çəkib yarışan zaman
dilsiz sükunəti sən udacaqsan. Nə zaman? Şəhərlər car çəkib yarışan. Elə bir ki, burada məsələn fe'l sifət tərkib kimi düşünə bilərsən. Dilsiz sükunət də birinci növ təyin söz birləşməsidir. 4-ü də götürürsən. Saçlarıma yağan qar, saçlarıma yağan fe'l sifət tərkibidir. Bu bahar birinci növdür. Bir də 5-i götürürsən. 1, 4, 5 B bəndi. Tərkibində köhnəlmiş söz işlənməmişdi deyil. Belə bir sual düşməyəcək. Çünki bu kitab köhnədir. A bəndində köhnəlmiş söz yoxdur. B-də çuxa var. C-də dərviş var. D-də ün var. Ün səsdir. Y-də də dəli var. Yəni igid mənasında. Bunlar köhnəlmiş sözlərdir. Amma A-da köhnəlmiş söz. Eyni Venn diaqramına əsasən səhv fikirləri müəyyən edin. Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. Xoşbəxtdir kim? İnsan. Hansı insan? Başqalarının həyatından dərs almağı bacaran insan. Okay. Çatmaq istədikləri bir hədəfi olmayanlar işləməkdən də zövq almazlar. Zövq almazlar kim? Çatmaq istədikləri bir hədəfi olmayanlar. Nədən zövq almazlar? İşləməkdən. Təhlil elədik. Deyir ki, hər iki baş üz nə istəyir? Səhv fikir müəyyən edir. Hər iki baş üz nitq hissəsinə ifadə olunur. Bu elə səhvdir. Bunu yox, bunu 1-ə yazmaq olar. Çünki 2-də hər iki baş üz şeylə ifadə olunub, nədir? Söz birləşməsinə. Amma birincidə insan isimdir, xoşbəxt sifətdir. 1-i yazdım, 1-ə tutaq. Görək nə istəyir? İkinci dərəcəli üzv işlənməmişdir. Bu səhvdir. Birincidə təyin var, ikincidə tamamlıq. İkini heç yerə yazanmaram. Mürəkkəb xəbər. Mürəkkəb xəbər demək söz birləşməsi deməkdir. Zövq almaq. Frazoloji birləşməni sadə xəbər götürürlər. Frazoloji birləşməni deməli sadə xəbər götürürlər. Ona görə bu da səhvdir. Yəni ortaya yaza bilmərəm. Məsələn, burada xoşbəxtdir, konkret sadə xəbərdir. Çünki söz birləşməsi deyil. Zövq almazlar da frazoloji birləşmədir. Frazoloji birləşmə də sadə xəbərdir. 4-də deyir, yalnız bir cümlə üzvü quruluşca mürəkkəbdir. Birinci cümlədə təyinim mürəkkəbdir. İkinci cümləmdə mübtədan mürəkkəbdir. Düzdür. 5-də deyir, tamamlığı məstər tərkibi ilə ifadə olunub. İkinci cümləmdə var tamamlıq. Orada da məstərdir. Tərkib deyil. Ona görə 5 də səhvdir. Cavab olur 2, 3, 5. Gəldim, çıxdım 21-ə. Hansı cümlədə xəbər düzgün göstərilməyib? Zaldakıları məst edən müğənninin ecazkar səsi idi. Müğənninin yəlikdir, səsi mənsubiyyət düz göstərilib. Birləri at. Uşağın gözləri yol çəkirdi. Biz deyənməli ya, yol çəkirdi, nə uşağın gözləri? Gözləri yol çəkmək frazoloji birləşmədir. Uşağın gözləri 3-cü növdür. Deməli, bu da düz göstərib. 2-ni də atsam 4-5 qalır. Proqnozlaşdıra bilməzdi. İkisi bir yerdə xəbər idi. Heç bir detalı gözdən qaçırmaq istəməzdi. Hamısı bir yerdə xəbərdir. 4-lə 5. Doğru fikirləri müəyyən edin. Əmr cümlələrinin xəbəri fe'li xəbər olur. Bəli, çünki yalnız əmr şəklində olur. 1. Tərkibində sual əvəzliyi olan sual cümləsinə də təsdiq inkar ədatı ilə cavab vermək olar. Bu səhvdir. Topluluda da var idi bu. Məsələn, sabah dərsə sən neçədə gedəcəksən? Sən cavab olaraq bəli, xeyir deyə bilmərsən. Nida cümlələri ismi xəbərli ola bilməz. Səhvdir. Könlümün sevgili məhbubu mənim vətənimdir, vətənimdir, vətənim. Nida qoysam, nida cümləsi olacaq, ismi xəbərdir. Nəqli cümlələri intonasiya ilə əmr və nida cümləsinə çevirmək olar deyir. Əslində, bu da səhvdir. Çünki nəqlini əmrə çevirmək olmur. 3, 4 də konkret səhvsə məcburən 2 qalır. İndi 200% nəsə bir istisnası var ki, sual əvəzliyi var içərisində. Təsdiq inkar ədatı ilə cavab verirsən. Tərkibində sual əvəzliyi olan sual cümləsi. Demir ki,
Sual əvəzliyinin köməyi ilə yaranan sual cümləsi. Hə, bu baxımdan. Söz misalı, məsələn, deyirəm ki, bunun necə yaraşdığını, sualı indi dərk elədim. Necə yaraşdığını deyə bilərsən. Sən deyirsən, bəli. Deyə bilərsən. Burada necə nədir? Sual əvəzliyi. Sual əvəzliyi işlənən cümləyə də deyir. Təsdiq inkar ədətinə cavab vermək olar. Düzdür. Sual əvəzliyinin köməyi ilə yaranan sual cümləsinə təsdiq inkarla cavab vermək olmaz. Amma sual əvəzliyi olan cümləyə cavab vermək olar. Cavab olur C. 1-2. Qəşəng sual. 23. Yalnız feili artırıla bilən leksik şəkilçilər deyir. Burada deməli, lıq feili artırılmır. Yəni sifətdən isim düzəldir, zərf düzəldir, söz misalı həmişəlik, indilik, hələlik, sifət düzəldir, isim düzəldir, məsələn, yaxşılıq, pislik. Sifət düzəldir, dolmalıq kələm, məsələn, gündəlik iş. Belə. La, feili artırıla bilərmi? Yalnız feili artırıla bilən deyir. Yalnız feili artırıla bilən. Məsələn, la ismi artırıla bilir. Duzlamaq. 2 getdi. Cıl, zarafatcıl ismi artırıla bilir. Ildırışın 5 ilə 3 feildən feil düzəldir. Çünki onlar çox uzağa getmək lazım deyilmiş. Keçdim 24. Əlavənin söz birləşməsinin aslı tərəfinə aid olduğu cümlələrdir. Əsərin baş qəhrəmanı Cahandar ağa xarakterici mürəkkəb ziddiyyətli obrazı. Kim? Cahandar ağa. Kim? Əsərin baş qəhrəmanı. Burada əlavə mübtədaya aiddir. Söz birləşməsinin aslı tərəfinə yox. Oğlunu gözləyən ana, ortancıl balasını gözləyən ana, feil sifət tərkibinin aslı tərəfinə əlavəsidir. 2. Bu tərəflərə şimala köç edəndə, bu tərəflərə köç edəndə feili bağlama tərkibinin aslı tərəfidir. 3. Unutmaq, hər şey olmamış kimi qəbul etmək, hər adamın edə biləcəyi bir iş deyil. Burada yoxdur. Var unutmaq tire. Məsələn. Burada mübtədanın əlavəsidir. Yeganə qiymətli əşyasını götürüb, qızıl üzüyünü götürüb, feili bağlama tərkibinin aslı tərəfinə əlavəsidir. 3, 5, 24-də. Söz birləşməsinin aslı tərəfi olanda demiş, diqqət eləyin, tərkib yarada biləcək məqamlara. Keçdik 25-ə. Ədatın hansı mənövləri işlənir? Ana, bu vaxt pulemyotunun bircə daraq gülləsi olaydı. Gör onda bir faşist belə qaçıb qurtula bilərdimi? Deməli, biri belədir, qüvvətləndirici, biri gördü, əmir, bir də 1, 2, bir də mi var burada, mi. O da sualdır. 1, 2, 4. O ki qaldı bircə məsələsinə. Bəzən uşaqlar çaşıb bunu bircədə məhdudlaşdırıcı götürür. Amma burada bircə məhdudlaşdırıcı deyil. Arzu ədatıdır. Çünki burada olaydı arzu şəklindədir. Ona görə bircə arzu ədatıdır. Görürsünüz, 5 dənənin içərisində arzunun itaatı çəkilmir. Bircə olaydı. Deyir, bircə universitetə daxil olaydı. Bircə gələydi. Arzu eləyir. Yəni, kaş gələydi. Bircəni yalnızla əvəz eləyəndə məhdudlaşdırıcı olur. Kaşla əvəz eləyəndə olur arzu ədatı. 26. Yazılışı doğru verilən mürəkkəb adları qeyd edin. Bir düzdür. Deməli, Azərbaycan bayrağı ordeni. Bayraq böyüyünə yazılmalıydı. 3 düzdür. Uşaqların xilası təşkilatı. Təşkilat balaca nə yazılmalıdır? Uşaqların xilası dırnaqda yazılmalıydı. 5 də düzdür. 1, 3, 5. Aha, həmcins. Bu geyimdə aktyor olduqca zavallı yazıq görünürdü. Nə tərzdə görünürdü? Zavallı yazıq. Həmcins nə var? Zərflik.
həyatı, yaşadıkları falan falan. Göz önündən bilinən kimi keçib gedirdi. Nə həyatı, nə yaşadıkları, nə uşaqlığı, nə gəncliyi. Həmcins nəyə var? Mübtədalar. Heç yerə getmir. Xəstəlikdən sonra əlində, ayağında, nədə? Nədə? Tamamlıq. C-ni atıram 2-yə. İnsanı yetkinləşdirən yaşı deyil, yaşadıklarıdır. Xəbər, əlavə, xəbər həmcinsdir. 3-ə atıram. Yaşı deyil, nə insanı yetkinləşdirən, yaşadıklarıdır, nə yenə insanı yetkinləşdirən. Hər iki xəbər eyni mübtədadan asılıdır ona görə. Əvvəl kənarda durdu. Kim? O. Sonra yavaş-yavaş uşaqları qaynayıb qarışmağa başladı. Qaynayıb qarışmağa başladı. Kim? Yenə o. Hər iki xəbər eyni mübtədaya aiddir. 3-ə də gedir D ilə Y. 1A, 2C, 3D. Köstəbək. Köstəbəklər yumşaq tüklü məzəli heyvanlardır. Səthdə yaşamağa uyğunlaşmamışlar. Buna görə də onlara nadir hallarda təsadüf etmək olar. Eşitmə, bilmə qabiliyyətləri çox gözəl inkişaf edən köstəbəklər bir yerdən başqa yerə aparılsa, bilmə qabiliyyəti sayəsində evinə yol asanlıqla tapa bilər. Köstəbəklər əsasən yumşaq torpaqlı ərazilərdə, meşələrdə, çəmənlərdə məskunlaşır. Sürətlə yeraltı lağım qazmaq bacarığı ilə məşhurlaşır. Onlar özünə yer axtarmaq üçün dərin olmayan yeraltı lağım şəbəkə yaradırlar. Köstəbəyin qazdığı tunel şəbəkəsinin başlıca xüsusiyyəti budur ki, bu yerlərə müxtəlif həşərat qurdular toplaşır və qənimətə çevrilir. Köstəbək qənimətini başından işləyərək onu uzun müddət bu vəziyyətdə saxlayır. Köstəbək çox enerji sərf edən fəal heyvan olduğu üçün yaman axı qazmaq üçün onun gücü olmalıdır. O gün ərzində demək olar ki, öz çəkisi bərabərində yemək yer. Yəni yaman yemək yeri olur da. Yeməksiz yalnız 14-15 saat yaşaya bilir. Köstəbək qara gün içində yem toplayır. Ovladığı yağış qurdlarını ambarında uzun müddət saxlayır. Qış aylarında yemək qıtlığı olanda isə yeraltı labirintindən kef çəkir. Köstəbək torpağı yumşaldaraq onun nəmnəməsinə şərait yaradaraq fayda verir. Kənd və meşə təsərrüfatı ziyanverici onurğasızları küllü miqdarda məhv edir. Digər abzasdakı fikirlərdən çıxış edərək nöqtələrin yerinə ən azı bir sifət yazın. Sifət yazın. Deyir. Sifət deyilsə çox yemək yeyən adama nə deyirlər? Qarınqulu deyirlər, acgöz deyirlər, yazmaq olar. Yaman qarınqulu yazın. Qarınquludur, acgözdür, çox yeyəndir, yeyimcildir məsələn. Yazmaq olar. Sifət deyir çünki. Başqa bir nitq hissəsi yazsan 0 alacaqsan. Mətnə əsasən səbəbini müəyyən eləmək olmur deyir. Köstəbəklərin lağım qazması var, yerin altında öz üçün həyat qurur. Köstəbəyə tez-tez rast gəlinməməsinin, çünki onun qarşısını almaq üçün ziyanvericilərlə məhv eləyirlər. Köstəbəklərin çox yemək yeməsinin səbəbi çox enerji sərf eləməsidir. Qıtlıq olan fəsildə köstəbəklərin əziyyət çəkməməsinin səbəbi yayda yığış eləməyə bacarmasıdır. Yəni uzun müddət ambarlarında saxlayır deyir. Qalır bir dənə 5 səbəbi müəyyən etmək olmur. Əsaslandır da demir. Mətndə tünd qara hərflə verilmiş söz hansı mənada işləndiyini açıqlamasını yazın. Qara gün məcazidir. Açıqlaması da ondan ibarətdir ki, çətin, sıxıntılı, əzablı mənasını ifadə edir. Yəni, əzablı gün üçün saxlayır. Bu da belə.